Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə belə bir maraqlı həndəsə məsələsinin həllinə baxa. Deməli, verilib ABCD üzbucaqlısı, AB tərəf verilib 12, AD tərəf verilib 9. Deməli, AD tərəfi üzərində Y nöqtəsi götürmüşdür və həmin Y nöqtəsindən deməli, düzbucaqlının BD diaqonalına YF perpendikulyarı çəkilmişdir. Burada həmçinin AY ilə YF bir-birinə bərabərdir. AY ilə YF bir-birinə bərabərdir. Burada ştrixlədiyim hissənin sahəsini bizdən soruşur. Yəni AYFB deməli dördbucaqlısının sahəsini soruşur. Bu ştrixlə olan yeri silim. Bizə maneçilik gəlməsin. Bu deməli məsələni həll etmək üçün biz Y və B nöqtələrini birləşdirək. Y və B nöqtələrini birləşdirəndə biz burada fikir veririk ki, Y nöqtəsindən A'ya qədər, yəni bunu bizə şərtli verib, Y'dən A'ya qədər olan məsafə, bir də Y'dən F'yə qədər olan məsafə bir-birinə bərabərdir. Deməli bu bizə hansı xassəni, hansı teoremi xatırladır? Deməli belə bir teorem var ki, bucağın tənböləni üzərində götürülmüş nöqtədən belə hesablayaq ki, bu tənböləndir və bu nöqtədən bucağın tərəflərinə qədər olan məsafələr bir-birinə bərabərdir. Burada da biz belə burada görürük ki, Y nöqtəsindən yəni deməli BY deməli tənbölənin üzərindən Y nöqtəsi götürmüşük, ta ki bu Y'dən A'ya qədər olan məsafə, bir də F'yə qədər olan məsafə bir-birinə bərabərdir. Bu məsafələr bir-birinə bərabərsə, deməli həmçinin burada AB tərəfi ilə FB, deməli FB yəni nədir? Bir-birinə bərabərdir. Yəni AB bərabərdir BF bərabər neçə? 12. Deməli bu hissə oldu 12. Bu hissə oldu 12. Deməli biz sonra FD-ni tapmalıyıq ki, FD nə qədərdir? FD-ni də tapmaq üçün bizə BD diaqonalı lazımdır. BD diaqonalı tapmaq üçün üçbucaq ABD-yə müraciət edirik. ABD-yə müraciət edirik. Burada deməli AB tərəf verilib 12, AD tərəf verilib deməli 9. Biz buradan BD-ni tapa bilərik. BD bərabər olacaq AB-nin kvadratı, yəni Pifaqor teoreminə görə AB-nin kvadratı üstə gəl AD-nin kvadratı, yəni 12-nin kvadratı üstə gəl 9-un kvadratı. Bu da bərabər olur 144 üstə gəl 81-ə. Bu da bərabər olur kök altında 225-ə. Kök altında 225-dən çıxır neçə? 15. Bura BD bütöv 15-dirsə, BF 12-dirsə, buranın payına üçün neçə? 3. Deməli biz deməli DF-i tapdıq neçə? 3. Deməli DF bərabər 3. DF bərabər 3 tapdıqdan sonra biz burada baxmalıyıq ki, oxşarlıqlar var. Mən bura bir alfa desəm, deməli üçbucaq ABD-yə baxsam, mən bura bütöv alfa desəm, deməli bucaq B-nin payına düşür beta. Deməli alfanın betanın cəmi 90 dərəcə olduğundan üçbucaq YFD-yə baxsam, bura alfasa, buranın payına düşür neçə? Beta. Deməli üç bucağa görə, yəni bucaqlarına görə, yəni biz burada nə edə bilərik? Oxşarlıq təyin edə bilərik ki, üçbucaq ABD oxşardır, üçbucaq YFD ilə oxşardır. Deməli biz baxırıq, oxşarlıqda uyğun bucaqların qarşısındakı tərəflərin nisbətləri bir-birinə bərabərdir. Uyğun bucaqların qarşısındakı tərəflər bir-birinə bərabərsə, deməli, onda biz deyə bilərik ki, alfa bucağının qarşısında, yəni bu kiçik üçbucaq üçün alfa bucağının qarşısındakı YF-nin nisbəti, YF-nin bu alfa bucağının böyük üçbucağa nəzərinə, yəni qarşısındakı tərəf AB-yə nisbəti bərabər neçəyə? Deməli, beta bucağının, yəni balaca üçbucaq üçün beta bucağının qarşısındakı tərəf hansıdır? FD-nin, buradakı beta bucağının qarşısındakı tərəf nədir? AD. AD-yə nisbəti bir-birinə bərabərdir. Onda buradan çıxır ki, YF, bizə lazım olan YF-dir. YF-ni tapmalıyıq ki, neyəyə? Balaca YF-di üçbucağının sahəsini tapa bilək. YF bölünsün AB nə qədərdir? AB 12-dir. O da bərabərdir. FD nə qədərdir? Deməli, FD 3-dür. Və AD neçədir? AD. AD neçə? 9-dur. Bunları qarşı-qarşıya vursaq, deməli 9 YF
YF bərabərdir 3, 12 vurunda 36. YF'in payına 3 neçə 4. Deməli YF bərabər neçə 4-ə. YF 4-ə bərabərsə biz deməli burada bəzi yerləri silək. Bu yerləri silək ki bizə deməli yer olsun. Biz baxırıq ki deməli böyük üçbucağın sahəsi nə qədərdir bizdə? Deməli 3 bucaq daha doğrusu belə eləyək. Deməli olacaq neçə? S 3 bucaq A, B, D bərabərdir. Onun sahəsi nə qədər olacaq? 12 vurulsun 9 bölünsün 2. Bu eləcə nə qədər? 54 kvadrat takimetr. Takimetrlə verilir. Bəs 3 bucaq deməli YFD. YFD'nin sahəsi nə qədər olacaq? Bu da olacaq. Deməli 1 kateti 3'dür, o biri katet 4'dür. 3 vurulsun 4 bölünsün 2, 12 bölünsün 2, o da bərabər neçə? 6. İndi biz bu ştrixlənmiş hissənin sahəsini tapmaq üçün biz deməli S3 bucaq ABD-dən S3 bucaq ABD-dən çıxmalıyıq neçəni? Deməli bu balaca üçbucağın sahəsini S3 bucaq YFD-ni çıxmalıyıq. Biz deməli ABD-nin dərəcə ölçüsünü tapdıq, nə qədər oldu? 54. YFD-nin dərəcə ölçüsünü tapdıq neçə? 6. 54-dən də 6 çıxın neçə oldu? 48 kvadrat metr. Yəni bizdən soruşulan bu ştrixlənmiş hissənin sahəsi oldu nə qədər? 48 kvadrat metr.